Əslində bu uşaqlar xarici oxuyanda birinci tələbləri könüllülük fəaliyyəti. Birliyin olmaması ilk problemlərdən biridir. Mənə elə gəlir ki, Azərbaycan kino komanda kimi fəaliyyət göstərməlidir, pərakəndə deyil. İkinci məsələ, Azərbaycan kinosunun istehsalçıları ilk növbədə xalqın istəklərini və xalqın marağını, Azərbaycan xalqının marağını rəhbər tutub, sonra isə hansısa ali sənət meyarlarını və Avropa tənqidçilərinin nəzər nöqtəsini rəhbər tutmalıdır. Üçüncü problem isə korporativ dünyanın kino dünyası ilə əlaqəsinin tamamilə olmamasıdır. Yəni, potensial sponsorlar, investorlar, şirkətlər bir qrup halında və kino cəmiyyəsi bir qrup halında daimi dialoqlarda olmalıdırlar və kino cəmiyyəsinin belə bir platforması imkanı olmalıdır ki, potensial investor və sponsorlarla öz layihələrini, ideyalarını müzakirə edə bilsinlər. Çünki həmin o sponsorlar, şirkətlər, holdinqlər əslində Azərbaycan mədəniyyətinə dəstək durmaq istəyirlər, maddi baxımdan ilk növbədə. Amma bunu hara, hansı küçəyə, hansı ünvana yaxınlaşıb etmək lazım olduğunu bilmirlər. Bu dialoqun, bu körpünün yaranması, bir-birlərini tanıması hansısa bir platforma vasitəsilə mütləq olmalıdır. Onda mən elə gəlir ki, maliyyə axtaran, müstəqil rejissorlarımız, maliyyə axtaran prodüser mərkəzlərimiz daha çox film çəkə bilərlər. Müstəqil kino insanlarının da maraqlı ideyaları var bu səmtdə, hansı ki səsləndirilir. Misal üçün, bugünkü gün həmin müstəqil kino insanlarının 3 layihəsi təqdim olunacaq ki, həmin layihələr Azərbaycan kinosunun qismən inkişafına təkan verəcək. Əgər kino ictimaiyyəti və cəmiyyət tərəfindən isti qarşılansa və bu cür təşəbbüslər dayanmamalıdır. Ümumiyyətlə kinoya aidiyyəti olan insan tək öz sahəsi ilə, peşəsi ilə kapitalizm dövründə, indiki dövrdə məşğul olmalı deyil. O, dayanmadan, durmadan kinonun ümumi inkişafı üçün hansısa təşəbbüslərdə bulunmalıdır, nəsə təklif eləməlidir, ideyalarını səsləndirməlidir. Hər bir kino insanı Azərbaycan kinosu üçün ictimai xadimə çevrilməlidir.